yəni Rusiyanın 16-cı əsrdə bir sıra hökmdarlarının başqa dövlətlərdən hökmdarlarla oxşar fərqli cəhətləri var. Birinci sual. Şah 1-ci Təhmasib və 4-cü İvan Qrozunun oxşar cəhətləri. Təhmasib və 4-cü İvan Qrozun mərkəzləşmişdir. Bəli. 16-cı əsrdə hakimiyyətə gəlmələri, həm 1-ci Təhmasib 1524-1576 və 4-cü İvan Qrozunun 1533-də. Hər ikisi 16-cı əsrdə hakimiyyətə gəlmələri, mərkəzi hakimiyyəti gücləndirmələri. Oxşar cəhətlərdir. Kim deyər? Şah 1-ci Abbasla 4-cü İvan Qrozunun oxşar cəhəti. Nə islahatı keçirdiblər? Bayaq dedim islahatın adını. Hərbi sahədə. Hərbi islahat keçirmələri, feodallara qarşı mübarizə aparmaları və bir sıra tədbirlər görmələri. Tarixdə hərbi islahat keçirdən hökmdarlar Mete, Çingizxan, Məlikşah, Şah 1-ci Abbas, 4-cü İvan Qrozunu və digərləri də orduda dəyişikliklər və yaxud da belə deyək də ordunun nizam-intizamlı vəziyyətə gətirmişdi. Yaxşı, 1533-cü ildə tarixdə 2 dənə sinxron hadisə var. Hansılardır? Biri 4-cü İvanın böyük knyazlıq taxtına əyləşməsidir. Biri nədir bəs? Biri nəsə Səfəvilərdə idi. Yox, Osmanlıların Avstriya ilə müqavilə imzalanması 1533 və bəli, dediyiniz kimi 4-cü İvanın Rusiyada hakimiyyətə gəlməsi. Yaxşı, 1547-ci il nə olmuşdu? Çar titulu qəbul edilib, 300 çar oldu, 4-cü İvan Qrozun. Müqavilə var idi həmin vaxtı. Bəs Səfəvilərdə 1547-də nə baş verib? Müqavilə idi. Yox. Qiyam. Əlqas Mirzə Şah 1-ci Təhmasibə qarşı qiyam qaldırır. Müqavilə Səfəvilərdə yadınızda qalsın 1555-də 1-ci Təhmasibin dövründən başlayır. İsmailin dövründə müqavilə yoxdur. Yəni Osmanlı ilə müqavilə yoxdur. Ümumiyyətlə nəsə var idi sanki. 1547-də 2 əsas Səfəvidə yox. Nə vaxtı? Nə var idi? Mən bu müqəddəs Roma imperiyası ilə belə bir şey deyildi. İstanbul müqavilə yox. Yox, belə əsas bizə məlum olan Əlqas Mirzənin Şah 1-ci Təhmasibə qarşı qiyam qaldırması, bir də 4-cü İvan çar titulu qəbul etməsidir 1547-də. Deməli, 4-cü İvan Rusiyada hakimiyyətə gəldi 1533-də, 4-cü İvan Qrozno 1547-də çar titulunu qəbul etdi, 16-cı əsrdə də Qazan xan, Həştər xan və Sibir xanlıqlarını işğal etdi. Bu oldu Rusiya mövzusu.